Ailələrinə və yaxın insanlara qarşı səbirsiz, əsəbi, emosional, amma başqalarına qarşı səbirli, bağışlayıcı və sakit olan insanlar var. Onlar niyə görə belədirlər? Psixologiyada buna emosional tükənmə deyilir. İnsanların ailələrinə qarşı verdikləri reaksiyalar indiyə yox, keçmişdən toplananlara əsaslanır. Buna görə də hər bir insanın ailəsinə qarşı göstərdiyi reaksiya indiyə qədərki olan emosional toplanmışlığın nəticəsidir. Bu yaxşıya doğru da ola bilər, pisə doğru da ola bilər, daha isti münasibətə doğru da ola bilər, daha soyuq münasibətə də ola bilər. Amma məhz bu səbəbdən dolayı hər bir insanın ailəsinə və başqa insanlara göstərdikləri reaksiyalar fərqli olur. Yaxın insanlara qarşı olan reaksiyalarımız daha çox qısa müddətə əsaslansa da, ailəyə qarşı olan reaksiya isə daha uzun müddətlik emosional bazaya əsaslanır. Uşaqlıqdan etibarən olduqları insan kimi qəbul edilməyən uşaqlar və başqa biri olmağa məcbur edilmiş insanlarda ailələrinə qarşı bu emosional tükənməni müşahidə edirik. Onlar bəzən ailələri ilə olan ən sakit söhbətdə belə əsəbləşə, səbirsizlənə, ürəkləri sürətlə döyünə bilər. Bu, illərdir yığılmış emosional bazanın bədəndə yaratdığı reaksiyadır. Olduğu kimi ola bilməmək, olduğu insanı gerçəkləşdirə bilməmək bir insan üçün ən böyük yüklərdən biridir. Ona görə də bu yüklə yaşayan insanlar bir müddət sonra öz zehinlərinə və bədənlərinə söz keçirə bilmirlər. Ona görə də bu cür emosional reaksiyaları müşahidə edirik.